Salamlar. 9-cu siniflərin buraxılış imtahanına az bir vaxt qaldığına görə Dimin özünün keçirdiyi buraxılış imtahanından bəzi suallara baxaq. Məsələn, əvvəlki illərdə keçirilmiş 2021-ci ildən bəzi suallardır. Demək olar ki, bu ildə suallar yenə də isimdən sual düşəcək. Burada olduğu kimi article'dan sual düşəcək, yenə prepositiondan sual düşəcək və ismin təkdə, cəmdə və yaxud da ismin sadə, düzəltmə, mürəkkəb olduğu ilə bağlı testlərimiz yenə də olacaq. Burada da həmin testlərdən baxırıq. 7-ci testdə bizdən tək isim istəyir. Singular. Choose the sentence with the noun and the singular. Yəni təkdə olan ismi tapmalıyıq cümləmizdə. A bəndində cousins cəmdədir. B bəndində books cəmdədir. C bəndində films cəmdədir və Y bəndində children and mothers cəmdədir. Bizim düzgün cavabımız burada. D bəndi this is my favorite singer. Singer burada ism idi və təkdədir. Demək düzgün cavab D-dir. Bu biraz asan test idi. 8-ci testdə isə article'dır. Article'da hər il düşür. Bir sualımız article'dan olur. Həm 9-ların buraxılış imtahanında, həm də 11-lərin buraxılış imtahanında bir sualımız mütləq ki, article'dan olur. Burada isə baxaq görək. An engineer is a person who designs engines and machines. Burada sayılan təkdə olan isimdir və qarşısına mütləq ki, article olmalıdır. An engineer və a person. Burada isə boşluq olur engine sözünün qarşısında. Çünki həm cəmdədir, eyan olmaz, həm də ki, ümumi danışılırsa, burada qarşısında article-a ehtiyac yoxdur. An, boşluq. Düzgün cavabımız oldu B bəndi. 9-cu testdə isə prepositiondur, yəni söz önüdür. Arrive-la bağlı belə bir şey var ki, arrive-dən sonra böyük yerlər deyəndə nəyi nəzərdə tuturuq? Şəhərləri və ölkələri. Şəhər və ölkə gələndə arrived in olur, kiçik yerlər gələndə isə arrived at olur. Burada isə airport kiçik bir yer sayılır, ona görə də arrive at the airport olur. Amma məsələn, arrived in Italy olur, arrived in Baku olur. Şəhər və ölkə in olur. Burada isə kiçik yerdir, ona görə də ət verdik və ikinci hissədə də ət olacaq. Niyə? Çünki bu da bizim gəlibdir. At the same time. Bu hər zaman belə işlənir. Düzgün cavabımız C oldu. 10-cu sualda isə a lot of poultry, a lot of-la bağlıdır. Yəni düzgün cavab seçməliyik. A lot of-dan sonra sayılmayan isim gəlir. A lot of-dan sonra sayıla bilməyən isim də gələ bilir. Yəni 5-ci düzdür. Və a lot of-dan sonra sayıla bilən isim də gəlir. Yalnız sayıla bilən isim gəlirsə mütləqdir ki, həmin isim cəmdə olsun. Ona görə də məsələn a lot of C, ikincidə a lot of C səhvdir. Çünki sayıla bilir C və cəmlənməlidir, C's olmalıdır. 4-də isə a lot of river. Bu da cəmlənməlidir, olmalıdır a lot of rivers. Birincidə isə a lot of poultry cəmdədir, düzdür. Of-dan sonra cəmdə olan isim tələb eləyir. Sayıla biləndirsə və a lot of mice bu da cəmdədir. Demək ki, bu da düzdür. 1, 3, 5. Baxaq, variantımız Y bəndi oldu. 11-ci testdə isə bizdən choose the line of compound nouns, yəni mürəkkəb isimlər istəyir. Ona görə də hansı variantda mürəkkəb isim yoxdur, o variantları biraz çıxaq. A bəndində development var, düzəltmədir. B bəndində business sözü var, çıxırıq. C bəndi bizim düzgün cavabımızdır. Reading room, 2 sözdür. Compoundla mürəkkəb isim deməkdir, mürəkkəb isim. Tools, brush, time, table. Demək, düzgün cavabımız C-dir, amma yenə də D bəndini yoxlayaq. Sitting room mürəkkəbdir, stepmother mürəkkəbdir. Ancaq burada conductor sözü var. Conductor sözünü çıxırıq və Y bəndində isə elə happiness sözü var. Ona görə də variantımız səhvdir, Y bəndi. Düzgün cavabımız C bəndi oldu.